Son vaxtlar Azərbaycanda baş verən güclü yağışlar, qəfil daşqınlar və sel hadisələri artıq adi hava dəyişiklikləri deyil. İnsanlar bir neçə saata küçələrin çaya çevrildiyini, yolların dağıldığını, kəndlərin su altında qaldığını görür. Bəzən aylıq yağıntı norması bircə günə düşür. Vəziyyət belədir. Sual yaranır, nə baş verir? Bu sadəcə təbiətin növbəti şıltaqlığı, yoxsa nəsə daha ciddi hadisələrin müjdəçisidir? Cavab təəssüf ki, ikinci seçimə daha yaxındır. Planetin iqlim sistemi dəyişir və Azərbaycan da bu dəyişikliklərin ən həssas bölgələrindən birinə çevrilməkdədir. İlk baxışda yağış sadə təbiət hadisəsi kimi görünür. Buluddur, yarandı, yağış yağdı və keçdi. Amma müasir iqlim şəraitində bu proses artıq əvvəlki kimi işləmir. Atmosfer isinib. Hər bir əlavə istilik dərəcəsi havanın daha çox su buxarı saxlamasına səbəb olur. Alimlər hesablayıblar ki, temperatur hər bir dərəcə artdığında atmosfer təxminən 7% daha çox rütubət saxlayır. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, buludlar artıq əvvəlkindən daha ağırdır. Daha çox su ilə doludur və həmin su boşaldıqda nəticə adi yağış yox, dağıdıcı leysanlar olur. Azərbaycan üçün əsas təhlükə mənbələrindən biri Xəzər dənizidir. Son illərdə dənizin səthi temperaturu yüksəlir. İsti su daha çox buxarlanmaya və nəticədə atmosferin rütubətlə yüklənməsinə səbəb olur. Sonra Aralıq dənizindən və cənubdan gələn siklonlar bu nəm hava kütləsi ilə toqquşur. Qarşısında isə böyük və kiçik Qafqaz dağları dayanır və məhz burada proses dramatikləşir. Nəm hava kütlələri dağlara çırpınıb yuxarı qalxmağa başlayır. Yuxarı qalxdıqca soyuyur və içindəki nəhəng su ehtiyatlarını qısa müddətdə yağış şəklində yerə boşaldır. Buna oroqrafik effekt deyilir. Sadə dillə desək, dağlar buludların içindəki suyu sıxıb çıxarır. Nəticədə bir neçə saat ərzində küçələr çaya çevrilir. Dağ çayları və dərələr qəfil daşqınlara səbəb olur. Su torpağı, körpüləri, tikililəri yuyub aparır. Lakin vəziyyəti daha təhlükəli edən başqa bir amil də var. Atmosferdəki böyük hava axınları dəyişir. Şimal yarımkürəsində yerləşən güclü hava cərəyanı, jet stream artıq əvvəlki kimi sürətli deyil. Afrika çox sürətlə isindiyi üçün şimalla cənub arasındakı temperatur fərqi azalır. Bunun nəticəsində hava sistemləri bir bölgənin üzərində daha uzun müddət qala bilir. Yəni əvvəllər bir siklon ölkə üzərindən sürətlə keçib gedirdisə, indi o saatlarla, hətta günlərlə eyni ərazidə yağış boşalda bilir. Məhz buna görə biz son dövrlərdə görünməmiş leysanların şahidi oluruq. Bəziləri bu hadisələri Sakit Okeanda formalaşmaqda olan El Niño iqlim fenomeni ilə əlaqələndirir. Doğrudur, El Niño bütün planetdə hava sistemlərinə təsir göstərir və qlobal isinməni gücləndirə bilir. Amma Azərbaycandakı leysanların əsas səbəbi birbaşa El Niño deyil. Əsas səbəb daha dərindir. Planet isinib, dənizlər isinib, atmosfer daha çox enerji və daha çox rütubət toplayır. Və Qafqazın mürəkkəb relyefi bu enerjini təhlükəli hava hadisələrinə çevirir. Ən qorxulusu isə odur ki, alimlər gələcəkdə belə hadisələrin daha da güclənəcəyini proqnozlaşdırırlar. Çünki qlobal isinmə dayanmır, davam edir. Bu isə o deməkdir ki, gələcəkdə daha güclü leysanlar, daha qəfil daşqınlar, daha dağıdıcı sellər mümkündür. Təəssüf. Bəs nə etməli? Birinci və ən vacib məsələ şəhərlərin və kəndlərin iqlimə uyğun yenidən planlaşdırılmasıdır. Bu ilk baxışdan məsrəfli tədbir kimi görünsə də, edilməzsə nəticələri təəssüf ki, daha baha başa otura bilər. Köhnə kanalizasiya və yağış suyu sistemləri artıq bu həcmdə yağıntıları daşıya bilmir. Xüsusən də Qarabağ bölgəmizdə yeni salınan şəhərlərin planlaşdırılmasında bu amili nəzərə almaq zəruridir. İkinci məsələ isə çay yataqlarının və sel kanallarının təmiz saxlanmasıdır. Tikililər, tikintilər təbii su axınlarını bağladıqda su öz yolunu dağıdaraq açır. Üçüncü məsələ erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsidir. Bunun üçün yerli icra orqanlarının təlimatlandırılması, xüsusi mülki müdafiə mobil tətbiqlərinin və ya təcili mesaj sistemlərinin yaradılması lazımdır.
İnsanlar təhlükə barədə saatlar əvvəl xəbərdar edilməlidirlər. Yer gəlmişkən, Avropada Ukrayna müharibəsi ilə bağlı artıq belə xəbərdarlıq sistemləri tətbiq edilir. Həftə 8-dən 9 bir də görürsən, bütün telefonlar anidən başladı zəngi ilə vurmağa. Dördüncü məsələ isə meşələrin və dağ ekosistemlərinin qorunmasıdır. Meşələr torpağı saxlayır, selin sürətini azaldır və torpağın eroziyasını zəiflədir. Unutmamalıyıq ki, biz artıq yeni iqlim dövrünə daxil olmuşuq. Bu hadisələr təsadüfi deyil. Gələcəkdə iqlim dəyişikliklərinin ismarıcılarıdır. Diqqətiniz üçün minnətdaram.